Bura gelenlerin bəziləri neft daşlarını 7 gəmi adası, bəziləri dünyanın 8-ci möcüzəsi kimi kəşf ediblər. Mənsə onu belə kəşf etdim. Elə adanın özü də bütün yer üzündə olan adalardan, cəzirələrdən xeyli fərqlənir. Düzdür, burada da yük maşınları, avtobuslar, matavozlar, avtokranlar gəzir. Buranın da öz limanları, təyyarə meydançaları, böyük şəhərlərdə olduğu kimi geniş küçələri, dar dalanları vardır. Bu yerlərə bələd olmayan adam, estakadanın qolu budaqları içərisində başını itirir. Bəzən də azır. Bəli də, xatıya düşmədi. Hey! Niyə hay vermirsiniz? Niyə çığırırsınız? Deyərsən azmışam. Günün gün orta çağı. Çıxdım biraz özümə havaya verim. Azdım. Qəribədir. Hanım qız, əsas küçənizin adı nədir? Haran istəyirsiniz? Meyməxananı. İşə baxayım, özünüz bu yollarda azmırsınız. Mənimlə yanaşı niyə gedirsiniz? Nə olar ki? Mən sizi tanımıram. Neynək, tanış olar. Mənə gələn siz yaxşı izə bilmirsiniz. Adaqlınız qısqancdır. Bəli. Samiyə! Hava haqqında əstəlik məlumatı almısan? Almışam. Sabah dənizə çıxmaq olar? Deməli qərarın qətidir. Hə. Amma cəmaat deyir ki, Kəmranda təqsir yoxdur. O quyulara diriltmək olmaz. Əlbəttə, ora çox çətin sahədir. Amma əgər adam biraz artıq səy göstərsə, həmişəkindən artıq. O quyular dirilər. Özü xatıya salma, Məryəm. Axı sənin ürəyin mənim üçün yanmır. Kəmran üçün. Bütün təqsirlər onun özündədir. Hər şey onun üçün.